formada çevrə sualı veribsə, biz bunu mərkəzləri eyni olan konsentrik çevrələrin qaydaları ilə işləyirik. Orada qaydalarda necə idi? Sürət, bax indi hal-hazırda bizdən sürəti soruşur. Sürət radiusla düz asılıdır. Yəni bu halda da biz sürəti müqayisə etmək üçün əvvəlcə radiusları tapırıq. Yəni aradakı məsafəni. İndi burada da bax bu mərkəzdən keçən ox var ha. Oxla verilən nöqtənin arasındakı məsafəyə baxırıq. Bax burada x ilə ox arasındakı məsafəni 1 radius götürürük. X ilə ox arasında məsafə oldu radius. İndi gəlirik y ilə oxun arasındakı məsafəyə baxmağa. Bax burada artıq həndəsədən istifadə edirik. Baxın burada 60 varsa 90-dan bura nə qaldı? 30 qaldı. İndi biz 30-da nə bilirdik? 30 dərəcənin qarşısı 90 dərəcənin qarşısının tən yarısıdır. Yəni baxın 90 dərəcənin qarşısı 1 radiusdursa, deməli 30-un qarşısı olacaq 0,5 radius. Bu da oldu y ilə oxun uzunluğu 0,5 radius. İndi nə edirik biz? X-i y-ə bölmək üçün r-i bölürük 0,5. R-ə bu da bizə 2 verir.